Bu dolmanın içliyi dağılmaması üçün marların içində bişirirlər. Qoxusu çox yayılmasın deyə sobada bişirəcəm. Çöpləri ona görə düzdüm ki, biraz su əlavə eləyəcəm. Yağlı kağız sərəcəm və üzüm yarpaqlarını alt hissəyə düzəcəm. Adətən bir çox balıqlardan hazırlanır bu dolma, amma mən farel balığı seçdim. Təxminən 7-8 gün duzun içində bastırma elədim. Təzə balıq olmalıdır, təbii ki, bu dolma balığı hazırlamaq üçün. Bugün də bişirəcəyim üçün suyun altında yaxşıca yudum. Gəl, yaxından çək. Bu yeməyin görüntüsü də ləzzəti qədər gözəldir. Sən də maraqlı gəldi, hə, yemək? Birinci dəfə deyəcəksən. Əlbəttə ki, bəyənəcəksən. Və sobada da bu üsulla buxarda bişirmək olar. Gəldik. Son toxunuşlar. Üzüm yarpaqlarını yenə üzərinə qoyub falqa ilə yaxşıca bağlayacağam. Vəssalam, bu qədər sadə. Sobada 200 dərəcədə suyu çəkilənə qədər bişiririk. Getdik.